Rahim bəy? Əslində sözün bitdiyi anı mən başqa cür məna eləyərəm. Sözün bitdiyi an gözləmədiyin, insandan gözləmədiyin bir şey görəndə o sözün bitdiyi an sayılır. Həyatdan gözləmədiyin bir şey görəndə o sözün bitdiyi an sayılır. Artıq zəiflik yox, acizlik yox. Sadəcə gözləmədiyin həyatın hansısa bir çətinliyinin qarşısında və yaxud hadisənin qarşısında sənin gücün çatmadığı dərəcədə və yaxud o insandan gözləmədiyin bir hadisəni görəndə deyirsən, mənim sözüm, belə bir misal var, dayı mənim sənə sözüm yoxdur. Atalarda belə bir söz var. Mənim sənə sözüm yoxdur deyəndə artıq, yəni ki, mən sənə onu gözləmirdim, mən sənə başqa cür baxırdım, mən sənə ali baxırdım, mən sənə yüksəyə baxırdım və yaxud mən səndən bu, indi el arasında yayıdım, bu hərəkəti gözləmirdim, bu sözü səndən gözləmirdim. Gözləməzdim sən bunu eləyərsən. Sözün bitdiyi an o mövzudadır. Nə zəiflik deyil, nə acizlik deyil və s. Sadəcə gözləmədiyim bir hadisə ilə və ya gözləmədiyim bir insanla rastlaşdım, amma Aydınxan müəllimin o şəxsi fikri də əslində belə deyək də, nə Amerikan deyə bilərəm sözündə, nə başqa bir sözündə, amma bu barədə hədislər var ki, insan həyatda gözləmədiyi, yəni anlarda susmağa daha üstündür. Həzrəti Əli əleyhissalamdan hədis var ki, susmaq qızıldan da üstün zinətdir. Çox lakallaşdırdı. Baxın, harda susmaq? Çox lakallaşdırdı. Baxın, harda susmaq? O yerdə susmaq ki, sən danışsan, məsələn, indi mən burada danışım, əgər mənə dinləyən olmasa, mənim susmağım danışmağımdan üstündür. Söhbət bundan gedir.